Salam uşaqlar, demək başlayırıq perfect tense form ya da perfect tense continuous tense formdan. Demək birinci sualımızda bizə deyir ki Alex was tired as he. Biz bilirik ki he-də has işlənməlidir və cümlənin sonunda for a long time var. Zaman zərfi olaraq biz for a long time götürürük və baxırıq ki for a long time indiki bitmiş zaman zərfidir. İndiki bitmiş zaman düsturunu yadımıza salanda baxırıq ki have üstü gəlsin V3 formasında olmalıdır. Ona görə C, A və D variantları çıxır. Çünki orada feilin üçüncü forması yoxdur. Cavab qalırıq B və Y arasında. Cümlənin birinci tərəfi keçmişdədir deyə, ikinci tərəfdə keçmiş bitmişdə olacaq deyə B də Y də doğrudur. İndi baxıram deyir ki Alex çox yorulmuşdu. Görə, nəyə görə? Uzun müddətdir tətil elədiyinə görə, yoxsa eləmədiyinə görə? Əlbəttə ki, eləmədiyinə görə. Düzgün cavabımız Y variantı olacaq. İkinci sualda yine eyni tip testi. When we arrived home, biz evə çatanda I was tired. Mən yorğunuydum. As I have a rest. Çünki mən uzun müddətdir deyir tətil eləməmişdim də. Yenə as görə deməkdir. Yadınızda saxlayın. Because sinonimdir. Because'un as ikisi də eyni mənalı bağlayıcılardır. Çünki mənasını verirdir. Biz evə çatanda mən yorğunuydum. Çünki mən tətil eləməmişdim mənasını verəcək C variantı. Gəlirəm üçüncü sualıma. Üçüncü sualda before var. Before'un zaman uzlaşmasını hamı bir nəfər kimi əzbərləməlidir ki, before'dan sonra keçmiş, əvvəli isə keçmiş bitmiş zaman olur. Since'də sonra isə keçmiş, əvvəli indiki bitmiş olur. İndi mən də baxıram, before'dan sonra keçmişdirsə, əvvəlini əlbəttə ki, keçmiş bitmiş zamanda D variantı olaraq yazacağım. Dördüncü sualda deyir ki, it is time to leave. Çıxmaq vaxtıdır. Deyir, biz hər şeyi indi paketləmişik, çıxmaq vaxtıdır. Demək, bunlar bu dəqiqə bunu paketləyiblər, artıq çıxırlar da. Hərəkət bitib, amma nəticəsi gözümüzün qarşısındadır. We pack everything now deyirsə, biz elə bir ki, hər şeyi necə deyim, qrafik halına salmış bir hərəkətdir. Yəni, hər dəfə biz bunu paketləyirik. Bu mənaya gəlmir axı. Budur ki, bizi paketləmişik, gəlin çıxağın. Keçmiş, indiki bitmişlə keçmiş zaman bir-birinə çox oxşayır. Amma aralarındakı fərq odur ki, keçmiş zamanda hərəkət tamamlanır. Məsələn, biri var deyirəm ki, we packed. Biz paketlədik. Bu başqa şeydir. Bir də var deyirəm ki, biz paketləmişik. Azərbaycanla biz demişdik ki, bunlar oxşuyurlar. Nəqli keçmiş, şuidi keçmiş məsələsinə. Şuidi keçmiş adətən olur d. Yəni, we packed. Biz paketlədik hər şeyi. We have packed isə biz hər şeyi paketləmişik mənasını verir. Beşinci sualda deyir ki, yesterday Emily told me that. Dünən Emily mənə dedi ki, long before, yəni cümlədə long before, recently, lately, yet, just, since, for bu zaman zərfləri olanda cümlə indiki bitmiş zamanda olur. Həm də cümlənin baş səsi told me that mənə dedi ki, keçmiş zamanı bildirdiyinə görə indiki bitmiş, indiki sadə, indiki bitmiş, indiki davam edici zaman olmayacaq. A variantı doğru cavabdır. Altıncı sualda deyir ki, what has your little son done? Deyir, sənin balaca oğlun neyini? Mən də baxıram, mənim cümləmin mübtədəsi he-dir. He-də qətiyyən have ola bilməz. He-də play yox, place olmalıdır. Was yox, were yox, was olmalıdır. Are yox, is olmalıdır. Ona görə düzgün cavabım D variantıdır. 7-ci sualda yenə. What have the children done in the yard? Uşaqlar həyətdə nə ediblər? Baxırsınız ki, Z-də heç vaxt was yox, were olmalıdır. Makes yox, make olmalıdır. Have yox, have made doğrudur da. Has yox, have olmalıdır. Is yox, are olmalıdır. Ümumiyyətlə, tək xəbərlər demişik ki, sonu izlə bitir. Cəm xəbərlərin sonu isə are-la bitir. 8-ci sualdadır ki, sən gecikmisən. Tamaşa artıq başlayıb. Yazı saxlayın ki, uşaqlar, play'in iki mənası var. Oynamaq, bir də tamaşa. İndi mən də baxıram ki, burada tamaşa mənasını işlənir. Çünki qarşısında Z artikli varsa, demək bu bir isim kimi işlənir. Və bu cümlədə just varsa, o artıq indiki bitmiş zamanı verməlisiniz siz cümləyə. Gələcək olmaz. Sonra the play təkdədir deyə have ola bilməz. Cavab avtomatik B variantı qalır. 9-cu sualda the bell zəng deməkdir. Zəng təkdədir, mübtədə olaraq. Ona görə have-ləri çıxırsınız. Əgər bir cümlədə just, already, recently, lately varsa, indiki bitmiş zaman olur, gələcək zaman ola bilməz. 10-cu sualda cümlədə yet var. Yet olanda həmişə indiki bitmiş zaman olur. Özdə yet inkar cümlədə işlənir. Bunu yadınızda saxlayırıq və qaydətlərinizə qeyd olunub əzbərləyirik. Yet indiki bitmiş zamanda özü inkar cümlədə işlənir deyə Y variantı doğru cavabdır. 11-ci sualda already varsa indiki bitmiş zamanda C variantı. Çünki A variantı ümumiyyətlə yanlışdır. Did gələndə idi düşməli idi uşaqlar. Həm də keçmiş zaman bildirir. B variantı keçmiş davam edici zamanı bildirir. D variantı gələcək, Y variantı isə gələcək davam edici zamanı bildirir. Bunların mənlə uzaqdan yaxına əlaqəsi yoxdur. Deyir ki, xəbərlər artıq elan olunub
C variantı doğru cavabdır. 12-ci sualda after var. After'dan sonra keçmiş bitmişdirsə, əvvəlinə avtomatik keçmiş zaman atacaq. Sonra before'dan sonra keçmişdirsə, əvvəlinə keçmiş bitmiş atacaq. Bunlar əzbərlənisi qaydalardır. Already varsa, indiki bitmiş zaman olmalıdır cümlə. Y variantı doğrudur. 15-də by the time var. Biz bilirik ki, by the time özündən sonra keçmiş, əvvəlini isə keçmiş bitmiş zamanda verir deyə. Bax, keçmiş, keçmiş bitmiş. A variantı doğru cavabdır. 16-da yet varsa, indiki bitmiş zaman özdə inkar cümlə olmalıdır ki, wait a little, deyir, biraz gözlə. You haven't received an invitation letter yet. Deyir, sən hələ dəvət məktubunu əldə eləməmsən, qəbul eləməmsən. 17-ci sualda yenə yet var. Yet indiki bitmiş, özü inkar cümlədə işlənir deyə Y variantı doğrudur. Since varsa yenə indiki bitmiş olur. Hətta burada indiki bitmiş davam edicidir. İndiki bitmiş davam edici nə deməkdir? Deyir ki, o saat 2-dən bəri televizora baxmaqdadır. Yəni 2 saat əvvəl başlayıb, hələ də davam edir və hələ də davam eləməkdədir. 19-cu sualda since 6 o'clock. 6-dan bəri A variantı doğru cavabdır. Yenə since varsa indiki bitmiş zamandır. 20-də since varsa yenə indiki bitmiş zamandır. 21-də since varsa indiki bitmiş davam edici zamandır. Yəni indiki bitmiş davam edici bunlar bir-birlərinə yaxın zamanlardır onsuz. Before'dan sonra keçmişdirsə, əvvəli keçmiş bitmiş olacaq A variantı. 23-də yenə before var. Before'dan sonra keçmişdirsə, əvvəli keçmiş bitmiş davam edici zamandır. By the time'dan sonra keçmiş gəlirsə, əvvəlki cümlə keçmiş bitmiş zamanda olmalıdır. 25-ci sualda yenə by the time var. By the time'dan sonra keçmiş gəlibsə, əvvəli keçmiş bitmiş davam edici zaman olmalıdır. Nə deməkdir bu? Şöyle biz sizə demişik ki, bir var keçmiş, bir də var keçmiş bitmiş. Keçmiş zamandan da əvvəl baş verən hərəkət keçmiş bitmiş zamandır. Məsələn, deyirəm ki, mən vağzala çatanda anam biletləri almışdı. Birinci hansı baş verib? Anam biletləri alıb, sonra mən vağzala çatmışam. Ona görə anamın bilet almağını mən verəcəm keçmiş bitmiş zamanda. Mənim vağzala çatmağımı keçmiş zamanda verəcəm. Deyəcəm ki, when I arrived at the bus station ya da at the airport, my mom had bought the tickets. Bu formada olacaq. 26-cı sualda when var. When'dən sonra keçmişdirsə, əvvəlində avtomatik keçmişə oxşar bir şey atmalıdır. Mən də baxıram ki, D variantı gələcəkdi, indiki bitmişdi, indiki bitmişdi, indiki bitmiş. Bir dənə keçmiş bitmiş, davam edici zaman hardasa keçmişliyi bildirdiyinə görə onu götürürəm. 26-cı sualın tərcüməsi isə belə olur. Mən ona zəng eləyəndə, mənim dostum 2 saat idi ki, məni gözləyirdi. Demək, keçmişdə baş verib, mənim dostum 2 saat əvvəl başlayıb gözləməyə və mən ora çatanda hələ də gözləməyə davam eləyirmiş. Ona görə keçmiş bitmiş, davam edici zaman olacaq. 27-də yenə when-dən sonra keçmişdirsə, əvvəlində keçmişə oxşar bir şey atmalıdır deyə A variantı doğrudur. Yet varsa indiki bitmiş zamanı bildirir D variantı. 29-da before'dan sonra keçmiş gəlibsə, əvvəli keçmiş bitmiş olmalıdır. 30-cu sualda before var. Before'dan sonra keçmiş gəlib, əvvəli keçmiş bitmiş davam edici zaman olmalıdır. 31-ci sualda the chef is reading the business letter which already varsa artıq indiki bitmiş zaman olacaq. Sadəcə burada have been received letter sözü cəmdədir deyə həz ola bilməz. Gəlin variantlara baxaq. Gələcək olmaz, keçmiş olmaz. Və salam. B variantı doğru cavabdır. 32-ci sualda I was hungry in the evening. Mən deyir ac idim axşam. Çünki mən naharımı eləməmişdim. Şöyle haven't-in yanında mütləq V3 də olmalıdır ki, mən A variantını götürüm. Demək, D variantı deyir ki, nahar eləmişdim. Nahar eləmişdimsə niyə acam? Yəni təsdiq yox, inkar formanı götürməliyik deyə B variantı doğrudur. 33-dədir ki, Jack yorğunuydu çünki uzun müddətdir istirahət eləməmişdi. Cümlənin birinci tərəfi keçmişdədirsə, avtomatik siz də ikinci tərəf keçmişə aid bir şey verməlisiniz. İndiki bitmiş falan ola bilməz. Və ikinci tərəf sizdən tələb edir ki, inkar verəsiniz. Çünki deyir ki, Jack yorğunuydu çünki o uzun müddətdir istirahət eləməmişdi. 34-cü sualda yenə bizdə since var. Since olanda bitmiş zaman olur deyə A, C, Y getdi. Qaldım B ilə D arasında. Jack də 3-cü şəxsin təkindədir deyə uşaqlar Jack təki böldürürlər. He-də, she-də, it-də həz işlənir, amma digər şəxslərdə isə have işlənir. 35-ci sualda yenə since var məndə. Since olanda indiki bitmiş zaman olur. Çünki Jane, she-dir. He, she, it-də də have yox, həz işlənir. 36-cı sualda since morning var. Səhərdən bəri. Deyir ki, Tommy səhərdən bəri essay yazmağa çalışır. Yəni, hələ də başlayıb səhərdən. Hələ də yazır da, yəni. Amma yet var ikinci tərəfdə də. Yet olanda inkar cümlə olur. İndiki bitmiş zaman olur. Özü zaman uzlaşmasını qorumalısınız uşaqlar. Ola bilməz ki, bir tərəf, məsələn, B variantına baxın, indiki bitmiş, bir tərəf keçmiş bitmiş. Ola bilməz. Sonra C variantı indiki davam edici, keçmiş bitmiş davam edici. Yəni, since varsa, niyə mən davam edici zamanı yazım ki? Axı, since olanda həmişə
biz verirdik indiki bitmiş zaman. Ona görə elə A variantı əla oturur bura. 37-ci sualda Nick var. Nick deyir ki, Nick anybody, Nick found anybody. Anybody inkar cümlədə işləyən birincisi, təsdiq cümlə ola bilməz. Sonra deyir ki, Nick deyir heç kəsi tapa bilmədi. Mark universitetdə, yəni deyir ki, Nick hasn't found anybody. Mark found at the university Ayza. Ayza inkar cümlədə işlənir uşaqlar. Ona görə məsələn ikinci tərəfdə görürsüz təsdiqlər də hamısı. Bir dənə təsdiq olmayan D variantıdır. Deyir ki, Nick deyir heç kəs tapa bilmədi. Mark da həmçinin Mark tapılmadı universitetdə həmçinin. Demək deyir ki, Nick heç kəsi tapmadı, tapa bilmədi də. Mark da universitetdə tapılmadı. Və salam. Mən bilirəm ki, anybody inkar cümlədə işlənir, either inkar cümlədə işlənir. 2 dənə inkar cümlə D variantında var. 38-ci sualda deyir ki, we saw that. Biz düşündük ki, oyun demək, birinci tərəf keçmişdədirsə, uşaqlar gələcək, indiki bitmiş, indiki ola bilməz deyə D variantı. Oyun başlamışdı. Yet varsa indiki bitmiş zamanı bildirir. Özü cümlə mübtədəsi itdi deyə hasn't started olacaq. Yəni yet necə cümlədə işlənirdi? İndiki bitmiş zamanda özü inkar cümlədə işlənirdi. 40-cı sualda isə deyir ki, dərs başladı. Take your seat please. Dərs oturun da, yəni. Ümumiyyətlə saxlayın ki, var bizdə begin. Begin'in keçmiş zamanı olacaq began, began. Və üçüncüsü olacaq begun. Uşaqlar, bu Y variantı keçmiş zaman deyil. Bu heç bir zaman deyil ümumiyyətlə. Lesson təkdə deyə begin yox, birincisi begins olmalıydı. Sonra baxırsınız ki, has begun, bir də var has begun. Deməli uşaqlar, biz bilirik ki, have, has gəlsin V3 formada yazılmalıdır. Begin V1-dir, began V2-dir, begun isə V3-dür. Ona görə B variantı doğrudur. Bu çox çaşdırıcı testdir. Lesson təkdədir deyə have məsələn olmaz, orada has olmalıydı. B ilə C arasında qalanda siz artıq feillərin V3 formasını əzbər bilməlisiniz ki, onu yaza biləsiniz. Yoxsa əks halda yaza bilmərsiniz də. Sonra, ay ilişdi bu. Nə oldu buna? Demək, gəlin bir də buradan çıxaq, təzdən daxil olaq. Aha. Demək, 41-ci sualda qalmışıq. 41-ci sualda deyir ki, yet var yenə cümlədə. Yet olanda indiki bitmiş zaman olur, özü inkar cümlə olur. İnkar cümlənin indiki bitmişi B variantındadır doğru cavabımız. Sonra 42-ci sualda yenə yet var. Yet indiki bitmiş zamanda özdə inkar cümlədə olur. Baxıram ki, məsələn, bunlar təsdiqlərdir deyə D ilə Y-nin arasında qalıram. Cümlənin birinci tərəfi keçmişdədir deyə biz də avtomatik keçmiş zamanda olanını götürəcəyik. Düzgün cavabımız olacaq Y variantı. Buyur. 180 dəstəyidir. Bəli. Hacı rəqamdır. Test zad Yazır da sənin yeri və problem var? Yox, problem. Hə, heç nə. Hələlik. Demək, burada bu videonun parol sözü uşaqlar summativ olacaq. 43-cü sualda yet varsa, yet olan cümlə indiki bitmiş zamanda olmalıdır. Amma bəzi hallarda keçmiş bitmiş zamanda da ola bilər, heç bir problem yoxdur. Yet inkar cümlədə işlənir deyə A, C, Y çıxdı. B ilə D-nin arasında qaldıq. Baxıram cümlənin birinci tərəfi keçmişdədir deyə mən də avtomatik keçmiş zamanda olanı, hadn't planned variantını götürəm. 44-də I was in Europe last year. Keçən il mən deyir Avropada idim. Mən deyir əvvəl olmuşam burada. Ya olmuşam ya olmamışam olacaq. Cümlənin birinci tərəfi keçmişdədir deyə uşaqlar indiki zaman, ikinci hissəni indikidə məsələn verə bilmərsiniz, gələcəkdə verə bilmərsiniz, indiki bitmişdə verə bilmərsiniz. Aha, ayda da were işlənməz, ayda was işlənməlidir. Çünki ay təki bildirir deyə düzgün cavabımız Y variantı qalır. 45-ci sualda she was in Madrid last summer. O keçən yay Madriddə idi. O xaricdə olmamışdı əvvəl. Yəni birinci tərəf keçmişdədir deyə uşaqlar siz də keçmiş bitmiş zaman verirsiniz daha yaxşı olar. 46-da yenə yet var. Yet indiki bitmiş zamanda inkar cümlədə işlənir D variantı. Həm də tərcüməsi bilsin nədir 46-nın? Artur onun bütün imtahanlarını hələ keçməyib. Demək, bitmiş zamanda olan bir dənə Y-dir, bir də D-dir 46-da. Prosta Y variantında inkarlıq yoxdur. Yetdə inkar cümlədə işlənir deyə mən o variantı götürə bilmirəm. 47-də yenə yet var bizdə. Yet varsa Clark birincisi məmur deməkdir uşaqlar. Məmur sözü təkdədir deyə have ola bilməz, were ola bilməz. Qalıram B ilə D-nin arasında. Yet indiki bitmiş zamanda işlənir deyə B variantı doğru cavabdır. 48-də yenə yet var. Yet indiki bitmiş zamanda inkar cümlədə işlənir. Baxıram ki C, Y çıxdı. Driver
sürücü kim? O təkdədir deyə have yox, has olmalıdır deyə A variantı götürürəm. Ümumiyyətlə yaz saxlayın ki, have nə zaman işlənir? Ayda, yuda, vida, zeydə. Has nə zaman işlənir? Hidə, şidə, itdə. 49-da deyir ki, mən bu filmə çox dəfə baxmışam onlarda ya da baxmamışam. Baxmışam olar, baxmamışam olmaz. Demək, indi A variantında deyir ki, baxmırdım. Yəni belə şey olur. İndi baxıram. Don't see, baxmıram çoxlu dəfə. Yəni I have seen, baxmışam da bu filmə çoxlu dəfə. 50-ci sualda isə deyir ki, before-dan sonra keçmiş gəlibsə, əvvəli keçmiş bitmiş zamanda olacaq. Had gone Y variantı. 51-də yenə before-dan sonra keçmişsə, əvvəli keçmiş bitmiş C variantı olacaq. 52-də already varsa bitmiş zaman olur. Bitmiş zamanlıq olan variantlar ki, C-ni çıxıram, Y-ni çıxıram, B-ni çıxıram, D ilə A-nın arasına qalıram. Cümlənin ikinci tərəfi came, keçmiş zamandadır deyə mən də keçmiş bitmiş zamanda A variantını götürəcəm. 53-cü sualda yenə by the time var. By the time-dan sonra keçmişdirsə, əvvəlində keçmişə aid bir şeyə verməliyəm də. Yəni A variantında indiki bitmiş, C variantında indiki davam edəcək, B variantında gələcək, D variantında gələcək olmaz. Y variantı doğru cavabdır. 54-də since var. Since spring, since olanda indiki bitmiş zamanda olmalıdır cümlə. Mən də baxıram ki, A variantı gələcəkdir, D variantı indiki zamandır, B variantı keçmiş, Y variantı saxlayıram, keçmişə aiddir, amma mənə indiki bitmiş lazımdır deyə C variantı. Çünki zaman zərflərini hamı bir nəfər kimi əzbərləsin, çünki hər an bir video çəkib zaman zərflərini soruşacağam. Yəni bunu əvvəlcədən xəbərdarlıq eləyirəm. Sonra mənə demin ki, mən bilmirdim. 55-ci sualda told me, mənə dedi, ikinci tərəfi də avtomatik olaraq keçmişə atmalısınız. Burada da keçmişi bildirən bir D-dir, bir Y-dir və bir də C variantıdır. Deyir ki, Jane mənə dedi ki, o reportda kompüter xarab olanda o 3 səhifəni artıq yazmışdı. Bax, kompüterin xarab olmağı ilə onun 3 səhifəsi yazmağı. Bir dənə beyninizi müqayisə eləyin görün. Hansı hərəkət birinci baş verib? Birinci kompüter mi xarab olub, yoxsa o 3 səhifəni artıq yazıb bitirmişdi? Ona görə yadınızda saxlayın ki, birinci mən yazıb bitirərəm, sonra kompüter xarab olar da. Yəni ona görə mən o tərəfi keçmiş bitmiş zamanda Y variantını götürəcəm. Keçmiş bitmiş zaman hansı zamanda? Keçmişdən də qabaq baş verən hərəkətdir. 56-cı sualda isə deyir ki, nəhayət polis tapdı ki, nəhayət biz tapdıq ki, niyə polis Jack'ı həbs edib? Cümlənin birinci tərəfi keçmiş zamandadsa, avtomatik siz də ikinci tərəfi keçmişə atmalısınız deyə Y variantı. Baxın, deyirəm ki, nəhayət polis aşkarladı ki, biz aşkarladıq ki, niyə polis Jack'ı tutub? Birinci hansı baş verib? Demək, birinci polis Jack'ı tutub, sonra biz onu aşkarlamışıq da. Ona görə Y variantı doğru cavabdır. 57-də cümlədə since var. Since-dən sonra həmişə demişik keçmiş, əvvəli indiki bitmiş zamanda olmalıdır deyə. Keçmiş indiki bitmiş olan variant C variantıdır. 58-də when did you discover that? Sən deyir, nə vaxt tapdın ki də, sənin kaşyokun itib də, yoxa çıxıb. Birinci nə olur? Kaşyok itib, sonra mən onu aşkarlayıram da. Ona görə keçmiş bitmiş zamanda verəcəm B variantı. 59-cu sualda isə deyir ki, mən düşündüm ki, mən bir həftə əvvəl çeki göndərmişdim də. Və mən düşündüm ki, mən bir həftə əvvəl çeki göndərmişdim. Demək, göndərmişdim, nə etmişdim? Yəni, əlbəttə keçmiş bitmiş zamanda olacaq. Sent göndərdim deməkdir, uşaqlar. I thought, mən düşündüm ki, mən göndərmişəm. Baxın, görürsünüz, mənim düşünməyimlə göndərməyim eyni anda baş vermir. Mən düşünəndə artıq mən onu göndərmişdim. Bunun üçün biraz beyin lazımdır. İnşallah ki, beyniniz yerində olar ki, mən deyəm, başa düşərsiniz. Yet varsa bitmiş zaman olur. Uşaqlar, sign keçmiş, indiki davam edici falan bunları çıxırıq. Qalıram B, D, Y arasına. Yet inkar cümlədə işlənir deyə B-ni də çıxıram. Cümlənin birinci tərəfi keçmiş zaman deyə avtomatik mən də keçmiş bitmiş zamanda D variantını götürürəm. Sonra gəlir 61-ci sual. Since varsa indiki bitmiş zaman olur. B-ni çıxıram, Y-ni çıxıram. Sonra no varsa cümlədə, məsələn görürsünüz no var. Bir cümlədə iki inkar ola bilməz. Email təkdədir deyə has variantını götürəcəm. Email have verə bilmərəm. 62-də deyir ki, dünən o gülləri suladı. For varsa bitmiş zaman olur bu arada. Bitmiş zaman olan variantlar olmayanları çıxıram. Aynən D-ni çıxıram. Qalır məndə B, C, Y arasında qalıram. She təkdədir deyə have ola bilməz, has olmalıdır. Cümlənin birinci tərəfi keçmişdədir deyə avtomatik ikinci tərəfini də keçmişə atır deyə C variantı doğrudur. By 10 o'clock, by olanda ümumiyyətlə bitmiş zaman olur, özə keçmiş bitmiş zaman olur. Deyir ki, performans dünən saat 10-a qədər qurtarmışdı. B variantı doğru cavabdır. 64-cü yenə by the time var. By the time-dan sonra keçmiş, əvvəli keçmiş bitmiş. B variantı doğrudur. 65-də the number of-un xəbəri həmişə yazı saxlayın ki, təkdə olur. Ona görə are, have, decline, were ola bilməz deyə B variantı. Görürsünüz, tam subject, verb, agreement dərsindən gəlib burada test işlədik.
66-cı sualda cümlənin birinci tərəfində no var. Bir cümlədə 2 inkar ola bilməz deyə D, Y variantları çıxır gedir. Sonra ikinci tərəfdə for var. For bitmiş zamanı bildirir bu arada. Mən də baxıram deyir ki, katibə dedi ki, onun vaxtı yoxdur da kağızlara baxmağa. Çünki o bir həftədir ki, xəstə olub. Xəstə olub, xəstə olmayıb. Yəni niyə inkar verim ki, elə təsdiq verərəm də xəstə olub da. 67-də isə deyir ki, balaca Sally Londona nowhere. İkinci tərəfdə no var. Bir cümlədə 2 inkar ola bilməz deyə B, Z getdi, wasn't da getdi. Qaldım A ilə D-nin arasında. A ilə D-nin arasında baxanda görürəm ki, she-də have ola bilməz, she-də has işlənməlidir deyə D variantı doğru cavabdır. 68-də isə deyir ki, ata işdən qaydanda David bir saatdır ki, ev tapşırığını edirdi. Məsələn, cümlədə for var. For olanda bitmiş zaman olur deyə. A-nı çıxıram, C-ni çıxıram. Və baxıram ki, David has been doing. Okay, olar. Returned keçmiş zamandadır deyə. Cümlə hərəkətlərin hamısı keçmiş zamana getməlidir deyə D variantı. Ümumiyyətlə, bu zaman testlərini işləyəndə bilin ki, orada bir uzlaşma məsələsi olur da. Bundan sonrakilərdə siz işləyərsiniz inşallah. Məsələn, burada yenə for var, bitmiş zamandır. Burada since var, indiki bitmiş zaman istəyəcək. Yet varsa indiki bitmiş zaman özü inkarda olmalıdır. Sonra məsələn, burada yenə for var, burada yet var. Görürsünüz, zaman zərfləri özləri əslində sizə çox şey deyirlər. Sadəcə siz zaman zərflərini əzbər bilmirsiniz deyə testi normal işləyə bilmirsiniz. Məsələn, for yet, eyni tip testi hamısı. Hamısında for yet bu formada gedir. Məsələn, for və bir də var bizdə, məsələn, yet var yenə. Hamısı eyni tip testlərdir. Bunları işləyirik hamısını. Cavablarını isə deyirik, mən sizə atıram. Paralel sözü də bilmiş olduq. Yəni, paralel sözü də soruşacağım. Hələlik uşaqlar.